olması yəni bəs edir ki, insan müsəlman olsun? Allahın Rəbb olmağını qəbul edir, elə bəs edir. Şək yoxdur ki, bəs etmir. Zərrə qədər də şək yoxdur bunda, qardaşım. Bəs etsəydi, Peyğəmbərin sallallahu aleyhi və səlləm zamanında olan o Məkkə müşrikləri müsəlman, mömin sayılardı. Bax, qardaş, rafizlər, indi bu məqamda izah edirəm, nəyə görə özlərini müsəlman deyir? Kim bilir? Allah Rəbb olaraq qəbul edir. Rafizlər özlərinə ona görə müsəlman deyirlər ki, onlar etiqad edirlər ki, deyir, biz etiqad edirik ki, o yaradandır, o ruzu verəndir, o müdəbbirdir, idarə edəndir, o öldürəndir, o dirildəndir, o ixtira etməyə qadir olandır. Hamısı nədir? Rububiyyə. Tohidin hansı qismidir İbrahim? Rububiyyə qismidir. Təkləşdiriblər yoxsa yox? Təkləşdiriblər. Rafizlər rububiyyə tohidində Allahı təkləşdirdiklərinə görə özlərini nə ediblər? Müsəlman sahiblər. Biz müsəlmanıq deyir. Qardaş, müsəlmansan? Qardaş, müsəlmanam. Niyə? Görmürsən, deyirəm Allahdan başqa yaradan yoxdur. Vallahi, mənə inanmırsan, get soruş Emil. Get bir rafizini tut, denən ki, la ilahə illallah. Mənası nədir? Deyəcək, la xaliqa illallah. Allahdan başqa yaradan yoxdur. Düzdür bu söz? Yox. Deyəcək, Allahdan başqa ixtira etməyə qadir olan yoxdur. Allahdan başqa Allah yoxdur deyirlər. Onların fikrində, ağlında Allah Rəbdir. Vəssalam. Bax, Allahdan başqa Allah yoxdur, düzdür? Allahdan başqa Allah yoxdur. Nə yoxdur? Yaradan yoxdur. 2 dənə yaradan yoxdur. 2 dənə Allah kimi öldürən, dirildən yoxdur. Ruzi verən yoxdur, idarə edən yoxdur. Rəbli yoxdur, Rəbli. 2 dənə yoxdur. Allahdan başqa Allah yoxdur. Allah, iləh, la iləhə. İləhəni nə kim təfsir ediblər? Rəbb kimi. Ona görə rafizi özünə müsəlman deyir. Biz də deyirik ki, qardaş, Peyğəmbər sallallahu aleyhi və səlləm göndəriləndə o vaxt Məkkədə, o insanlar yox idi, müşriklər. Onlar bu tərəfdən problem çəkmirdilər. Onlarda bu tərəfdə problem yox idi, yəni. Cümlətən, yəni, ümumən. Bu tərəfdə problemləri yox idi, İbrahim. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlməmişdi onlara desin ki, ey insanlar, Əbu Cəhil, Əbu Ləhəb denən ki, yaradan Allahdır. Problem görməmişdi onlarda bunu. Hətta onlardan istəsin bunu. Allah subhanahu və teala onların etiqadını xəbər verib. وَلَئِنْ سَأَلْتَهُمْ سَأَلْتَهُمْ Onlardan soruşsan, Mən xaləqə səməvati vəl-ard Yerləri və göyləri kim yaradıb? Səyəqulunnə Allah. Deyəcəklər Allah. Və problem yoxdur ki, qardaş. Bunu bizdən istəyirsənsə biz deyirik də. Sən bir dəfə bizdən istəyirsən, 10 dəfə deyirəm mən. Problem yox idi. Əslən Allahın Rəsulu onlardan istəmirdi, vallahi. Onlar da deyir, Allah subhanahu və teala xəbər verib emir. Öldürən kimdir, dirildən kimdir, onlardan soruşsan, idarə edən kimdir, ruzi verən kimdir, filan filan. Hamısı deyəcəklər Allah. Nə problem var ki, biz bunu deyirik də. Yəni, qardaş, sənin etiqadın, Əbu Cəhlin etiqadı eyni idi, yəni. Burada problem yox idi, Əbu Cəhildə də. Əbu Ləhəbdə də problem yox idi. Müşriklərin atası. Onlarda İbrahim, bu tərəfdə problem yox idi, yəni. Bu, rafizilər var, indi. O deyirlər, Allah, Allah. O, Əbu Cəhil də deyirdi. Əbu Ləhəb də deyirdi. Rafizi sözümün canı nə demir? Rafizi buna görə özünü müsəlman sayır. Biz nə deyirik onlara? Bəs etmir. Vəssalam. Müsəlman olmaq üçün Allahın rububiyyətində Allahı rububiyyətində təkləşdirmək bəs etmir. Etsəydi Əbu Cəhil,
müsəlman olardı. Əbu Ləhəb müsəlman olardı. Hə, bunu Emil əksər insanlar bilmirlər vallahi. Əksər insanlar elə bilirlər, elə zənn edirlər ki, sən Allah yaradandır, öldürəndir, dirildəndir deyəndə sən müsəlman olursan və salam. Get. Əməllərin yoxdur. İbadətivi övliyalara sərf elə, imamlara sərf elə. Hə, problem yoxdur. Bu tərəfin yerindədir sənin bu hissəsi. Rububiyyə. Müsəlmansan. Kimə istəyirsən dua et. Kimə istəyirsən dua elə İbrahim. Get qəbirə, yalvar, otur. Başını qoy səcdə elə. Ağla. Ümid elə, rəca elə, təvəkkül elə, etimad elə. Bütün dərdini danış ona. O sıxıntı və qardaş, problem yoxdur. Bu hissəsi var səndə. Əbu Cəhildə olan. Hepsi müsəlmansan. Bunların tohidinə bax. Vallahi. Məndən yata saxlayın İbrahim. Rafisilərdə tohid budur və salam. Başqa tohid yoxdur. Hansı? Rububiyyə. Biz deyirik ki, Emil, Qur'an Muhammed sallallahu aleyhi və səlləm və ümumi rəsullar sənə buna görə gəlməmişdi yer üzünə. Gəlməmişdi buna görə. Hamısı gəldi bir ağızdan nə dedi? Allaha ibadət edin, ona heç bir şeydə şərik qoşmayın. Məkkə müşrikləri Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, gördü ki, qardaş bunlar şəfaətçi götürüblər, övliyaları. Şəfaətçi götürüblər övliyaları. Vasitə götürüblər. Latdı, uzzadı, manatdı. O bütlər sanəm yox idi, asnəm. O elə belə İbrahim büt deyil, sən belə daş, quru daş. Ərəblər zəkalı idilər, ağıllı idilər. Məkkə müşrikləri. Elə belə daşa ibadət etmirdi. O daşın arxasında bir şey var idi. Ruhları var idi onların. Onlar belə zənn edirdilər, belə etiqad edirdilər ki, bunlar vaxtı ikən salih insanlar olublar İbrahim. Onlar övliya olublar, Allaha yaxın olublar. Onlar vasitəsilə biz Allaha yaxınlaşacağıq. Problem yoxdur, onlar şəfaətçilərimizdir. Və yəquluna, Allah deyir Qur'anda, onlar belə deyirlər. Və yəquluna həulai, onlar şüfəauna indallah, fikir ver, indallah. Allah yanında bizim şəfaətçilərimizdir. Eyni rafisilər kimi. Bu deyir, övliyalar deyir, bu imamlar yoxdur. Bizim Allah yanında şəfaətçilərimizdir deyir. Biz onlara edək. Sən neynirlər İbrahim? Subhanallah, Rafizi neynir sana? Deyir ki, bax, bu ibadət yoxdur. İbadət nədir? Allahın əmr etdiyi şeylər. Bunlar ibadəti bilirsən neynirlər, Emil? Bunlar, subhanallah, şirk məfhumunu da başa düşməyiblər. İbadət məfhumunu da başa düşməyiblər. Tohid məfhumunu da başa düşməyiblər. Vallahi. Hamısında səhvdilər. Problem buradan törənib, buradan əmələ gəlib. Bunlara görə ibadət bilirsən nədir? İbadət. Sən o vaxt ibadəti Allahdan başqasına sərf etmiş olursan ki, müstəqilliyi etiqad edəsən. Nə deməkdir bu söz? Onda ibadət etmiş sayılırsan. Mən buna cavab vermişəm bir neçə dəfə. İndi fayda olaraq danışıram. Bəlkə kiməsə faydalı olsun. İbadət yoxdur. Bax, ibadət, əl-ibadətu. Rafisilər bilirsən neyiniblər bunu, İbrahim? İbadət o vaxt ibadət olur ki, sən müstəqilliyi etiqad edəsən. İbadət etdiyin kəsə. İstiqlal. Yəni, sanki deyirsən ki, o ibadət etdiyin elə Allah kimidir, Allah səviyyəsindədir. Yəni. O vaxt verir. O verir. O təsir edir. Müstəqil. O zərər verir, o fayda verir. Mən ki, bunu etiqad eləmirəm, deyir. O da Allahdan istəyir də. Qaçdı yoxsa yox? O müstəqillikdən qaçdı yoxsa yox, Emil? Bəs son problem yoxdur, mən niyə müşrik oluram, deyir. Müşrik o vaxt, şirki də başa düşməyib. Şirki də başa düşməyib. Müşrik o vaxt olursan ki, istiqlalən, müstəqil təsir etməsinə etiqad edəsən. Rafizi edir yoxsa yox? Etmir. Düz deyirlər, burada etmirlər. Biz deyirik ki, bunu Əbu Cəhil də etmirdi, Əbu Ləhəb də etmirdi, müstəqil. Sən Məkkə müşriklərinin etiqadını bizə yalandan sıraya bilmərsən, qardaş. Allah subhanahu və teala deyir ki, onlar müstəqil etiqad etmirdilər.
Qardaş, necə müstəqil etiqad edə bilər ki, Məkkə müşriki cəmiyə minəndə kimi çağırır? Allahı. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Cəmiyə minəndə təhlükədir axı gəmi suyun ortasında. Tək Allaha dua edir. Çünki onu oradan o xilas edə bilər. Yerindədir. Allah Teala deyir, elə ki quraqlığa çıxartdıq, problem yoxdur axı quraqlıqdadır. Övliyalar. İdahum yüşrikun. Şərik qoşurlar. Nə edirlər? Başqasını çağırırlar. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللّٰهَ. Dua İbrahim, fikir ver. Gəmidə nə edir? Ya Allah, ya Allah. Düşəndə nə edir? Ya Hüseyin, ya Hüseyin. Misal indikilər də onlar da başqa deyirdilər. Duada şərik qoşur. İdahum, Allah deyir ki, yüşrikun, şərik qoşurlar. Nədə? Necə? Burada Allah idi, düşəndə başqasıdır. Və salam. Deməli, Emil, onlar istiqləli, müstəqil təsiri bilmirdilər vallahi. Belə bir olan şəxs gəmidə niyə Allaha çağırır ki? Düşəndə niyə? Niyə? Onlarda müstəqil təsiri onlarda bilən gəmidə Allaha çağırar Emil. Başa sala bildim nə demək istəyirəm? Deyər ki, onu çağırır, onu çağırır. Niyə? Deməli, bu ibadəti o vaxt ibadət sayır ki, sən o ibadət etdiyin kimdirsə yoxdur. Onda deyir, mən ona ibadət etmiş sayılaram ki, mən etiqad edim ki, müstəqil təsir edən odur. Mən ki, buna etiqad etmirəm, mən salamatam, möminəm. Etiqad etsəm müşrik oluram. Biz deyirik ki, qardaş, belə birisi yoxdur yer üzündə. Belə şirk olmur yəni. Belə Məkkə müşrikləri olmayıb heç. Nə edirlər? Təmizə çıxardılar özünü. Yalvar, get yala, öp, istə, nə bilim, çağır, əlva, təbar, hər şey elə. Hər şey elə. Get səcdə elə ölüyə. Əl aç, yalvar. Denən ki, qardaş, təsir, müstəqil təsirə inanmıram. Müstəqil təsir onsuz da Allah eləyir. Canını qutardı. Şirki də başa düşməyib. Ona görə biz deyirik ki, Emil, tövhid tək rububiyyə bəs etmir. Üluhiyyə tövhidində də Allahı təkləşdirməlisən. Qul innə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. De, mənim namazım da, ölümüm, qurbanım da, ölümüm də, həyatım da hamısı kimədir? Lillahi rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha. Fikir ver. Lə şərikə ləhu. Onun şəriki yoxdur. Namazım Allaha, hamısı Allahadır. İnsan bütün əməllərini Allaha aid etməlidir. Bunlar ibadəti başa düşməyiblər, subhanallah. Get namaz qıl. Get hər şey elə. Müstəqil təsirə inanma. İbadəti, xülasə, bu şərtlə, bu müstəqil təsir var, Emil, burasını diqqət elə. Müstəqil təsir şərtini qoymaq ibadətə, ibadət bunda ibadət olur. Vallahi, billahi, mən nə yadda saxlayın. Nə şərən buna dəlil var, nə də lüğətən. Yoxdur. Bunlar sırayıblar. Niyə? Əqidələri şirkdən salamat qalsın deyə. Özlərini müşriklikdən xilas etsinlər deyə. Quran bu tərifi bilmir, vallah. Quran bu tərifi bilmir. Lüğət bu tərifi bilmir. İbadət ərəb sözüdür. Əl-ibadətu. Abədə ya'budu. Əl-ibadə. O vaxt ibadət olur ki, sən müstəqil... O yoxdur, qardaş. Bunu sən çıxartmırsan. Lüğətdə yoxdur. Quranda əksi, mən bu barədə danışmışam deyə uzatmıram, Emil. Əksini ispat eləmişik, sübut eləmişik Qurandan ki, bu şərtsiz, müstəqil təsir şərti olmadan əməl ibadət adlanır. Quran o əməli ibadət deyir. Quran əmələ ibadət deyir. Əl-mühim, biz deyirik ki, tək rububiyyə tövhidi mömin olmaq üçün kifayət etmir. Əgər üluhiyyə tövhidində də Allahı təkləşdirməmisənsə, etsəydi Məkkə müşrikləri
müsəlman olardı. Allahu aləm.